Hər kəsə salam, dəyərli şagirdlər, dəyərli abituriyentlər. Bu videomda mən sizə ədədi ardıcıllıqlar, ədədi silsilə və həndəsi silsilə mövzusunu izah edəcəm. İlk öncə deyək ki, ardıcıllıq nədir? Natural ədədlər çoxluğuna təyin olunmuş funksiyadır. Yəni funksiya ədədlər çoxluğu deyək də, funksiyadır. Ədədlər ardıcılığı, funksiya və s. belə deyilir. Bu AN, BN, XN və s. kimi işarə olunur. Ardıcıllıqlar, yəni ədədi ardıcıllıqlar. Misal üçün, belə bunlara misal olaraq tutaq ki, deyirik cüt ədədlər ardıcıllığı. Sonra bunlar hansı olar? 2, 6, nə bilim 8, 10, burada bir 4 də var. 2, 4, 6, 8, 10 və s. Sonra deyə bilərik ki, ikinci halda 3-ə bölünən ədədlər ardıcıllığı 3, 6, 9, 12 və s. Yəni biz elə bir yəni bu ardıcıllıqlar natural ədədlərin tərkibində olan tək ədədlər ardıcılığı ola bilər, 5-ə bölünən ədədlər ardıcılığı ola bilər və s. Ardıcılığı təşkil edən ədədlər ardıcılığın hədləri adlanır. Tutaq ki, birinci hədd, tutaq ki, 2 burada birinci həddi, 4 ikinci həddi, 6 üçüncü həddi və s. bu şəkildə. Və onlar hər hansı bir hərflə işarə olunur. İndeksləri də, yəni hərfin indeksini yazır. Tutaq ki, buna yaza bilərək A1, yəni birinci hədd. A1 2-yə bərabərdir. A2 4-ə bərabər, yəni ikinci hədd 4-ə bərabərdir və s. bu şəkildə. Tutaq ki, müəyyən bir verilib bizə, misal üçün xn ardıcılığı verib, 4 bölünsün n kvadratı 2n üstə gəl 3. Tutaq ki, belə bir şey verib, bunu deyir ikinci həddini tap. İkinci həddi tap. Buna ötürü nə edirik? Elə n-in yerinə n bərabərli 2, yəni x2-ni tap demək istəyir. N-in yerinə 2-ni qoyub hesablayırıq. 4 bölünsün 2-nin kvadratı 4, 2 vurulsun 2, üstə gəl 3. Bərabərdir. 4 bölünsün 4 vurulsun 7. Bu 4'lər ixtisar gedəcək, qalar 7-də 1. Deməli, ardıcılığın ikinci həddi 7-də 1 olacaq. Sonra, misal üçün belə də verə bilər. AN bərabərdir 3 bölünsün mənfi 2 üstü n. N deyək. Desək ki, 5-ci həddi tap, 5-ci həddi tap. Ondan deməli nə deməkdir? N bərabərdir 5-dir də. Bu o deməkdir ki, A5-i tap. Yəni A5 bərabər 3 bölünsün mənfi 2 üstü 5. Çünki N burada qüvvətdədir. Bərabərdir. Biz bilirik ki, tək ədədlərin qüvvəti, üzr istəyirəm, mənfi ədədlərin qüvvəti tək olarsa mənfi olacaq qiymət. 2 üstü 5 32, mənfi 2 üstü 5-də mənfi 32-də 3 olacaq. Cavab mənfi 32-də 3 olur. Bunu belə yazırlar. Əslində mənfi qabağa çıxır 32-də 3 ya da surətdə yaza bilərik. İndi keçək. Biz ardıcılıq haqqında ümumi məlumat verdik. Ardıcıllığın növlərinə keçək. Ardıcıllığın növləri monoton artan, monoton azalan və s. İndi baxaq. Monoton artan ardıcıllıq. Monoton artan ardıcıllıq nədir? Yəni bu daim artır. Belə deyim də, eyni formada artır. Belə deyək. Deməli, monoton artan ardıcıllıq ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki həddən böyük olarsa bu monoton artan olacaq. Yəni bu deməkdir ki, eyni qədər artır. Bunu düstur olaraq belə yazırlar adətən. Belə yazırlar. AN üstə gəl 1 böyükdür AN-dən. Yəni misal üçün bu necə yazılır? A1 kiçikdir A2-dən, kiçikdir A3-dən, A4-dən və s. bu şəkildə gedir. Yəni bir əvvəlki ardıcıllıq hədd bir sonraki həddən kiçikdir. Misal üçün, tutaq ki, məsələn, buna misal göstərsək, məsələn, 5, 6, 8, 11, 15, 20 və s. Bura baxın bir dənə. Deməli, 1-in üstünə 5 gəlsək, 6 eləyir. Sonra 2-nin üstünə 6 gəlsək, 8 eləyir. 3-ün üstünə 8 gəlsək, 11 eləyir və s. Baxın, burada hər birinə görürsünüz 1 artır, sonra bir vahid, hər bir hədd bir vahid artır və toplanılır. İkinci halda isə, ikinci ardıcıllığımız isə monoton azalandır. Monoton azalan. Eyni bunun burada isə tərsinə olacaq. Yəni ikincidən başlayaq hər bir həddi özündən əvvəlki həddən kiçik olacaq. Yəni AN üstə gəl 1 kiçikdir AN-dən olacaq. Tutaq ki, buna misal göstərsək biz
A1 böyükdür A2-dən, böyükdür A3-dən və s. belə olacaq. Misal üçün 23, 20, 17, 14, 11 və s. Görürsünüz azalır. 23-dən 3 çıxırıq 20, 3 çıxırıq. Yəni hər birindən bir əvvəlki həddən 3 çıxdıqca azalmağa doğru gedir və bu mənfiyə doğru gedir. Üçüncü ardıcıllığımız isə, sabit və ya stasionar deyirlər. Sabit və ya stasionar. Stasionar ardıcıllıq. Bu nədir? Bütün hədlərin bərabər olan ardıcıllıqlar. Misal üçün, buna misal göstərsək, tutaq ki, deyirəm 10-da 5, 20-də 10, 14-də 7, 36-da 18 və s. Görürsünüz, bunların hamısını ixtisar eləsək 2-də 1. Yəni, bütün hədlər bir-birinə bərabər olur. Buna stasionar ardıcıllıq deyilir. Sonra, bunu da biz işarə eləyək. Dördüncü halda isə bizim rəqs edən ardıcıllıq deyək. Buna rəqs edən ardıcıllıq. Rəqs edən ardıcıllıq nədir? Nə artır, nə azalır. Yəni, məsələn, 5, 3, 5, 3. Görürsünüz, 2 vahid azalır, 2 vahid artır. 2 vahid azalır, 2 vahid. Yəni, ya ardıcıl artmır, ya da ardıcıl azalmır. Başqa bir, misal, mənfi 7, 8, mənfi 9, sonra müsbət 10 və s. bu şəkildə gedəcək. Və 5-ci, 4-cü, 5-ci olacaq da. 5-ci, yuxarıdan məhdud ardıcıllıq deyirlər buna. Yuxarıdan məhdud ardıcıllıq nədir? Yəni, ardıcıllığın bütün hədləri müəyyən A nöqtəsindən kiçik olur. Tutaq ki, bir A nöqtəsi çəkirəm, mən bura bir A nöqtəsi qoyuram. Bütün hədlər bundan kiçikdir də, yəni mənfiyə doğru gedəcək. Buna yuxarı, yəni bunun ən yuxarı nöqtəsi A nöqtəsidir, onu demək istəyir. Bu o deməkdir ki, AN kiçikdir A nöqtəsindən. Burada isə N daxildir, təbii ki, natural ədədlər çoxluğuna gedir. Tutaq ki, bizə AN bərabərdir, mənfi 5N üstəgəl 3 olarsa, misal üçün, buna misal olaraq belə göstərə bilərik. Sonra AN bərabərdir, mənfi 2 deyə bilərəm. Və s. Bunu bu şəkildə yaza bilərik. Baxın, burada hamısında nə olacaq? AN, yəni 0-dan kiçik olacaq, belə deyim. N nə deməkdir? Yəni, bu hədd natural ədədə daxildir, indeksdəki ədəd natural ədədə daxildir. Ümumiyyətlə, qiymət mənfi ola bilər. Sonra, yəni burada yuxarıdan məhdud ardıcıllıqda ən böyük qiymət var. Burada ən böyük qiymət var. Misal üçün, bunun ən böyük qiyməti, tutaq ki, bir ardıcıllıq verirəm, tutaq ki, misal üçün, bura mənfi 3 deyim. Deməli, bunun ən böyük qiyməti mənfi 3 olacaq da, ya da belə deyim, mənfi 3 daxil olarsa, mənfi sonsuzluqdan mənfi 3-ə qədər. Baxın, belə. Sonra, aşağıdan məhdud ardıcıllıqda isə, 6-cı halda, aşağıdan məhdud ardıcıllıqda isə müəyyən elə bir ardıcıllığın bütün hədləri müəyyən bir ədəddən böyük olacaq. Müəyyən bir B nöqtəsi götürək, B nöqtəsi, A nöqtəsi fərqi yoxdur. Bu B nöqtəsindən müsbətə doğru gedəcək. Yəni, burada isə ardıcıllığın ən kiçik qiyməti var. Yəni, AN böyükdür B-dən olacaq. AN burada, yəni B nöqtəsindən sağdakı bütün ədədlərdir. Və təbii ki, N daxildir natural ədədlər çoxluğuna. N, yəni yenə də deyirəm, bu ədədin indeksidir, nömrəsidir. Tutaq ki, AN bərabərdir kök altında N plus 7 misal göstərək. Burada N'in yerinə 1 qoysaq, A1'imiz nə olar? Kök altında 8 olar. Tutaq ki, A2'mizi qoysaq, kök altında 9 olar və s. Görürsünüz, 8 7-dən 9-dan kiçikdir. Yəni, bir sonraki hədd hər zaman böyüyə gedir. A3 bərabərdir, kök altında 10 olacaq və s. Bu şəkildə gedəcək. Və 7-ci ardıcıllığı desək, məhdud ardıcıllıq adlanır. Məhdud ardıcıllıq. Məhdud ardıcılığı isə həm aşağıdan, həm yuxarıdan məhduddur. Hər iki tərəfdən məhdud olur. Yəni, bu artıq bizə nə olacaq? Nə dedik? Sağ tərəfdə A nöqtəsi, sol tərəfdə B nöqtəsi. Yəni, bu A-B nöqtəsi arasında olan bir parça aralığında olur. Və biz bunu da yaza bilərik ki, B nöqtəsi kiçikdir AN-dən, o da kiçikdir A-dan. Belə yaza bilərik. Məhdud ardıcıllıqda düstur olaraq tutaq ki, yaza bilərəm. AN bərabərdir. 5 bölünsün, N üstə gəlinsin 3 olar. Bunu da belə yaza bilərik də 0, yəni 5 bölünsün N üstə gəl 3, 0 ilə 1, 2 nöqtəsində olarsa, yəni N'in yerinə bərabərdir 1 qoysaq, A1 bərabərdir 4-də 5 olacaq, A2 bərabərdir 5-də 5, yəni 1 olacaq, A3 bərabərdir 6-da 5 və s. Bu deməkdir, bu qayda, yəni bu ardıcıllığın aldığı bütün hədlər 0 ilə 2 aralığında ödəyəcək.
8-ci isə qeyri-məhdud ardıcıllıq adlanır. Qeyri-məhdud ardıcıllıq. Və bu ardıcıllıq isə bir tərəfdən məhdud, bir tərəfdən məhdud olmayandır. Yəni burada nə aşağıdan məhdud olur, nə yuxarıdan məhdud olur. Yəni heç bir tərəfdən qeyri, yəni bunun məhdud olduğu yer qeyri-müəyyəndir, belə deyək. Misal üçün AN bərabərdir -3 üstü n deyək, vurulsun n-in kvadratına. Misal mən burada A1-i tapsam bərabərdir -3 üstü 1 vurulsun 1-in kvadratı bərabərdir -3. A2-ni tapsam bərabərdir -3 üstü 2 vurulsun 2-nin kvadratı bərabərdir 9 vur 4 bərabərdir 36. Görürsünüz bu -3-dən 36-ya nə qədər fərq var da. Yəni bunun nə qədər artacağı, yəni nə qədər azalacağı o müəyyən deyil. Gəlin bunları mən əvvəldən qeyd elədim. Bu başlıqları belə bir işarə ilə eləyək ki, daha yaxşı düşsün və inşallah ki bunları tam başa düşdünüz. Bundan sonra məhdud ardıcıllıq və qeyri-məhdud ardıcıllıq desək. Sonra ümumiyyətlə şagirdlər ardıcıllığın verilmə üsulu 2 dənədir. 2 üsulla verir. Birinci rekurrent üsulla, rekurrent bunu yazaq bura. Rekurrent üsulla verilir. Yəni müəyyən bir bu zaman necə eləyirik? Mütləq özündən əvvəlki hədləri tapırıq, sonra ondan sonraki hədləri tapırıq. Tutaq üçün A1 bərabərdir 3 verir bizə və bizə deyir ki, AN üstəgəl 1 bərabərdir 2 vurulsun AN üstəgəl 3. Deyir bunu verir. Buna əsasən A4-ü tapın. A4-ü tapın. Yəni 4-cü elementi artacılığın 4-cü hədini tapın. Biz burada n bərabərdir 1. İlk öncə birinci hədi tapmalıyıq. N bərabərdir 1-dirsə yazıram. Hər də n görsəm, bu düsturda deyim də, onun yerinə 1-i qoyuram. 1 üstəgəl 1, 2 bərabərdir. 2 vurulsun A1, axı n-dir, burada 1 qoymalıyım. Üstəgəl 3. İndi A1-imizin qiymətini bizə nə verib? 3. Deməli 2 vurulsun 3 üstəgəl 3 bərabərdir 9. İndi keçirəm, n bərabərdir 2 qoyuram. N-in yerinə 2 qoysam 2 üstəgəl 1. Deməli A3 bərabərdir 2 vurulsun A2 üstəgəl 3 bərabərdir. A2-miz nədir? 9. Deməli bura 9 qoyacağım. 2 vur 9 üstəgəl 3 bərabərdir 21. İndi n-in yerinə n bərabərdir 3 qoyuram. Deməli 3 qoysam A4. A4-ü tapmış olaram. Yəni 2 vurulsun A3 üstəgəl 3 bərabərdir. 2 vurulsun A3-ümüz nədir? 21. 2 vur 21 üstəgəl 3 bərabərdir 45. Bizə nə istəyir? A4-ü. A4-ü tapdıq 45. Baxın bu üsulla gedəcəyik. Sonra İkinci üsulumuz isə düstur üsuludur. Düstur üsulunda necə eləyirik? Müəyyən bir düstur verilir bizə. Ona əsasən biz ardıcıllığın n-ci həddini, yəni hər hansı bir həddini tapırıq. Tutaq ki, məsələ üçün bizə verib n bərabərdir. N kubu üstə gəlinsin 3n. Deyir bu düstura əsasən, misal üçün A5-i tap, yəni 5-ci həddi tap. A5-i tapın. 5-ci həddi də deyə bilər, A5-i də deyə bilər. Deməli, o deməkdir ki, A5, yəni n bərabərdir 5. Harada n görsəm, n-in yerinə 5-i qoyuram mən. 5-in kubu üstə gəlinsin 3 vurulsun 5 bərabərdir 125, üstə gəlinsin 15 bərabərdir 140. Yəni, neçənci həddi deyirsə, artıq biz burada n-in yerinə həmin həddin qiymətini qoyub hesablayırıq. Sonra ardıcıllıqda ilk n həddin cəmi düsturu var. Bunların hamısını yazım. İlk n həddin cəmi düsturu. S n ilə işarə olunur. Və bu belə deməkdir. Yəni S-n bərabər A1 üstəgəl A2 üstəgəl A3 plus A4 və s. AN. Yəni n-ci həddə qədər olan ədədlərin cəmi deməkdir. Hədlərin cəmi, belə deyək. Və biz bunu başqa bir qayda ilə də n-ci həddin cəminin düsturuna əsasən n-ci həddin özünü də tapa bilərik. Ardıcılıqda n-ci həddin tapılması. Bu əslində həm həndəsi silsilədə olur, həm ədədi silsilədə olacaq. Və biz bunu bu düsturla yazacağıq. Deməli, yazaq bunu. AN bərabər SN minus bir düsturu ilə hesablayarıq. Tutaq ki, buna bir misal deyək biz. Misal üçün deyir ki, SN bərabərdir 3N üstəgəl 4 olarsa 5-ci həddi tap. 5-ci
həddi tap. Yəni 5-ci hədd nə deməkdir? A5. Hə, bu o deməkdir ki, A5 nə idi? Sn minus Sn minus 1. Yəni S5 minus S4 deməkdir. Gəlin biz S5-i tapaq. S5-i tapsaq, elə S5-in yəni yerinə, yəni bu düsturun yerinə harda n görürüksə, n-in yerinə 5-i qoyuram. 3 vurulsun 5, üstə gəlinsin 4. 15 üstə gəl 4, 19. İndi S4-ü tapıram. Yenə harda bu düsturda, baxın belə deyək. Bu düsturda harda 4 n görsəm yerinə 4 qoyuram. 3 vurulsun 4, üstə gəl 4 bərabərdir. Olacaq 12, 16. İndi mən A5-i tapmaq üçün nə edəcəm? 5-ci həddimiz nə idi? S5 nə idi? 19. S4 nə idi? 16. 19-dan 16-dan çıxsam 3. Deməli 5-ci həddimiz 3 olacaq bizim. Ardıcılığa aid gəlin başqa bir misal tipinə də baxağın. Tutaq ki, bizə düstur verilib AN bərabərdir 2 minus n bölünsün 2n deyək. Deyir olarsa ilk 3 həddin cəmini tap. Cəmini tapın. Deməli, burada nə edirəm? İlk 3 hədd deyir də AN, yəni n bərabərdir 1, 2, 3-cü həddə. Yəni A1 üstə gəl A2 üstə gəl A3. A1-i tapmaq üçün n-in yerinə 1 qoyuram. 2 minus 1 bölünsün 2 vurulsun 1. Yəni 2-də 1. Birinci həddimiz 2-də 1-dir. İkinci hədd bərabər 2 minus 2 bölünsün 2 vurulsun 2. İkinci həddimiz 0-dır. Üçüncü həddə keçək. 2 minus 3 bölünsün 2 vurulsun 3 bərabərdir mənfi 6-da 1. İndi biz bu 3 həddin cəmini tapmalıyıq. Yəni A1 üstə gəl A2 üstə gəl A3 bərabər. A1-imiz 2-də 1, A2-miz 0, çıx A3-imiz də 6-da 1, 6-da 1. Bu üstəgəl olmalıdır əslində. Mənfi, müsbət bir-birini mənfiləşdirir. Bərabərdir. Ortaq məxrəc 6 götürsək, 3 minus 1 bərabərdir 6-da 2, o da ixtisar gedəcək, 3-də 1 qalacaq. Deməli, bizim ilk 3 həddin cəmi oldu 3-də 1. Sonra ardıcılığa aid başqa bir sual baxaq, bir sual tipinə baxaq. Burada necə olacaq? Tutaq ki, bizə deyir ki, AN bərabərdir 19 üstə gəlinsin 5,8 minus n-in mörtərizə kvadratı. Deyir ki, bunun ən kiçik qiymətini tapın. Ən kiçik qiymət belə qısa olaraq belə yazılır. İndi biz baxırıq ki, 5,8 hansı ədədlər arasında yerləşir? 5 və 6 arasında. İndi mən fikirləşirəm, n-in yerinə 5 qoysam bunun qiyməti nə olar? Yəni A5 bərabərdir 19 üstə gəl 5,8 minus 5-in mörtərizə kvadratı bərabərdir 19 üstə gəl 0,8-in kvadratı, yəni 19 plus 0,64, 19,64. Keçdik. İndi n6-nı tapıram. n6. Yəni A6 bərabərdir 19 plus 5,8 çıxılsın 6-nın kvadratı bərabərdir 19 üstə gəl. Bu eləyəcək 0,2-nin kvadratı, o da bərabərdir 19 plus 0,4 və 19,4 olacaq. Hə, bizdə ən kiçik qiymət hardadır? Baxın, burada 19,164 aldı. Burada 19,4. Deməli, bunun cavabı olacaq. Ən kiçik qiyməti olacaq 19,4 olacaq. İndi şagirdlər, biz ardıcılıqlar haqqında ümumi məlumat verdik. Keçirik ədədi ardıcılıqları. Ədədi və ədədi ardıcıllıq nədir? Hədləri ya eyni qədər artır, qədər ha. Baxın, eyni qədər artar ya da eyni qədər azalar. Yəni artma da ola bilər, azalma da ola bilər. Tutaq ki, məsələn, buna misal deyirəm. 1, 4, 7, 10 və s. Görürsünüz, 3 artır, eyni qədər artır. Azalmaya misal göstərsəm, 5, 1, mənfi 3, mənfi 7 və s. Baxın, 4 azalır. 4 çıxırıq. Bunlar hamısı 4 azalacaq. Sonra ümumi tərif olaraq isə belə gedər. İkincidən başlayaraq hər bir həddi özündən əvvəlki hədlə eyni bir həddin cəminə bərabərdir. Yəni ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki eyni bir həddin cəminə bərabərdir. Buradakı artma və azalmaya silsilə fərqi deyirlər. Yəni artma və azalma silsilə fərqi deyilir. Bu isə D hərfi ilə işarə olunur. Bizim kiçik D hərfi ilə işarə olunur. Baxın, bu D-də bir neçə hal var. Birinci hal, ikinci hal və üçüncü hal. Burada necə olacaq? Əgər birinci halda D sıfırdan böyük olarsa, D sıfırdan kiçik olarsa və D bərabərdir 0 olarsa, bu hallarda nə olacaq? Əgər D sıfırdan böyük olarsa, bu artan ardıcıllıqdır. Artanı tutaq ki, 2, 7,
5 artırsa 12, 5 artırsa 17 və s. Görürsünüz 5 artır. Əgər D kiçikdən sıfırsa bu azalan ardıcılıq. Azalan. Misal üçün 11, 7, 3, -1 və s. Görürsünüz 4 azalır. Burada nöqtələr və s. Əgər D sıfıra bərabərsə buna sabit ardıcıllıq deyilir. Sabit ardıcıllıq adlanır. Tutaq ki, nə deyək? 4-də 1, 16-da 4, 36-da 9 və s. O biz yuxarıda demişdik ya, stasionar ardıcıllıq sabit və ya stasionar ardıcıllıq. Və eyni budur. Və başqa belə də ola bilər. 9, 9, 9. Yəni eyni bir ədədlərin təkrarı. Bu da ola bilər. Sonra ardıcıllıqda, ədədi ardıcıllıqda təbii ki, n-ci həddin düsturları var. Baxaq, tutaq ki, gəlin bunu yazaq. Birinci, ikinci, üçüncü və dördüncü. Buna yazaq və bunlara aid hər birinə aid misal köçürək. Yazaq daha doğrusu. Birinci həddimiz AN bərabərdir. A1 üstə gəlinsin. N-1 vurulsun D. İkinci düsturumuz, misal üçün buna misal göstərsək, bax, tutaq ki, A3 bərabərdir. A3 bərabərdir. A1 üstə gəlinsin 2D. Sonra ikinciyi misal göstərsək, AN bərabərdir. AN üstə gəl 1, üstə gəlinsin D. Buna misal göstərsəm, tutaq ki, A5 bərabərdir. A4 üstə gəlinsin D. Yəni, əsas məntiq nədir? Bu A-nın indeksi ilə D-nin əmsalındakı ədədin cəmi buradakı A-nın indeksindəki ədədə bərabər olmalıdır. Görürsünüz, 4, D-nin əmsalı nədir? 1. 4 ilə 1-in cəmi 5. Burada nədir? 1, A1. Üstə gəl 2. Cəmi nədir? 3, A-nın. Eyni şəkildə, tutaq ki, AN bərabərdir. AK üstə gəlinsin. N-K vurulsun D. Misal üçün deyirəm. A9 bərabərdir. A6. Bax, 6-dırsa, deməli, burada neçə D olmalıdır? 3D olmalıdır. Sonra, ən son AN bərabərdir. Bu ən çox işlənir. AN-K üstə gəl. AN plus K bölünsün 2 düsturu ilə işlənir. Misal üçün deyirəm ki, A7 bərabərdir. A6 üstə gəl A8 bölünsün 2. Sonra bunu başqa necə yazmaq olar? Belə yazmaq olar ki, A5 üstə gəlinsin A9 bölünsün 2 və s. Bu şəkildə yazmaq olar. Bu düsturları gəlin altından xətt çəkək ki, bunlar əsas düsturlardır, önəmli düsturlardır. Aslında bunları mən dəqiqə. Gəlin bu düsturların altından xətt çəkək ki, bunlar əsas önəmli düsturlardır və bunları əzbər bilmək lazımdır. Mahiyyətini başa düşərəkdən təbii ki. İndi keçək tutaq ki, buna aid bir sualı baxaq. Tutaq ki, bizə misal verib. Deyir ki, A3 üstə gəl A4 üstə gəl A5 bərabərdir 18 olarsa, A4'ü tap olarsa, A4 bərabərdir suala. Biz nə dedik? Deməli, mən bu A3 üstə gəl A5'in yerinə A3 üstə gəl A5 bölünsün 2 bərabərdir A4 olmazmı? Çünki kənar 3 ilə 5'in arasında nə yerləşir? A4. Deməli, A4 iki kənar ədədlərin cəminin yarısına bərabərdir. Buradan yaza bilərəm. A3 üstə gəl A5 bərabərdir 2 dənə A4'ə. İndi gətirib burada A3 ilə A5'in cəminin yerinə 2A4'ü yazıram. Üstə gəl bu A4 olduğu kimi qalır. Baxın, üstə gəl A4 bərabərdir 18'ə. 3 dənə A4 bərabərdir 18. A4 bərabərdir 6. Deməli, 4-cü həddimiz oldu 6. Bu birinci misalımız, misal göstərdik. Və sonra bunu başqa cür də həll eləmək olar əslində. Bu birinci yol olsun. Birinci yol. Deyək bunu. Tutaq ki, bizə deyir ki, A5 üstə gəlinsin A27 bərabərdir 8,4 olarsa, A16'nı, yəni 16-cı həddi tapın. Bunu belə yaza bilərik. A16 bərabər nəyə? A5 üstə gəl. A27 bölünsün 2 bərabərdir. Bizdə A5 üstə gəl A27 nədir? 8,4 bölünsün 2. Deməli, bu olacaq 4,2. Baxın, bu birinci yol. Bax, bu birinci yol yazaq. Birinci yol. İkinci yol olaraq isə belə tapa bilərik. Biz A5 üstə gəl A27 bərabərdir 8,4 deyil. Bunu açıram. A5'i necə aça bilərik? A1 üstə gəlsin 4D. Üstə gəl 27, A1 üstə gəlsin 26D. Bərabərdir 8,4. İndi burada olacaq ki, 2 dənə A1 üstə gəlinsin 4D 26D 30D bərabərdir 8,4. Hər tərəfi 2'yə bölürəm mən.
Olacaq A1 üstə gəlinsin 15D bərabərdir 8,4 və A16 bərabərdir nəyə? Axı A1 üstə gəl A15 A16'dır. O da olacaq, hə 2'yə bölsək biz burada. Bunu mən silim. Biz hər tərəfi 2'yə böldük axı. Oldu 4,2. Deməli A16'mız da oldu 4,2. Cavab 4,2. Yəni bunu bu şəkildə də eləyə bilərsiniz, bu şəkildə də eləyə bilərsiniz. Sonra tutaq ki, n-ci həddin tapılmasına aid başqa bir tipli suala baxaq. Misal üçün bizə verib ki, tutaq ki, bizə verib ki, A1 bərabərdir 15, D də bərabərdir 4 verib. Olarsa A5'i tapın. Yəni 5-ci həddi tap. Bu deməkdir A1 bərabər A5 daha doğrusu A5 bərabərdir. A1 üstə gəlinsin 4'dir. Çünki A1 nə verib baxın? 15 üstə gəlinsin 4 vurulsun 4. Çünki 4'dir. D'miz də 4'dür axı. Ona görə 15 plus 16 bərabərdir 31 olacaq. Başqa bir sual tipi versək, n-ci həddin tapılmasına aid. Misal üçün belə verə bilər. Tutaq ki, A5'i verim 12 və bizə deyir A25'i verib 52 veribsə, misal üçün deyir A1'i tap. A1 bərabərdir sualı. D-ni tapmaq üçün deməli A25 çıxılsın. A5 bölünsün 25 minus 5 bərabərdir olacaq. 52 çıxılsın 12 bölünsün 25 20. O da bərabərdir 40 bölünsün 20 bərabərdir 2. Deməli bizim D'miz 2'dir. A1'i tapdır, düzdür. A5 bərabərdir. A1 üstə gəl 4D deyil. A5'imiz nədir? 12. 12 bərabərdir. A1, elə A1 lazım. Üstə gəl 4 vurulsun, D'miz də 2'dir də 2. Yəni A1 üstə gəl 8 bərabərdir 12. A1 də bərabərdir 4. Cavab 4 oldu. A1'imiz oldu 4. Sonra belə bu tipli sual verə bilər bizə başqa. Misal üçün bizə verib hər şey verib və n-i tapmaq istəyir. Tutaq ki, deyir a(n) bərabərdir n kvadratı minus 8n üstə gəl 80 olarsa deyir 100'ə bərabər olan həddin nömrəsini tap. Həddin nömrəsini tap. Yəni n-i tap deyir. N bərabərdir sualı. Bu deməkdir ki, a(n) bərabərdir 100 deməkdir. Yəni onda yaza bilərəm. N kvadratı minus 8n plus 80 bərabərdir 100. Çünki bu da a(n)ə bərabərdir. Bu da 100 də a(n)ə bərabərdir. Buradan yaza bilərəm. N kvadratı minus 8n plus 80 çıxılsın 100 bərabərdir 0. N kvadratı minus 8n çıxılsın 20 bərabərdir 0. Bunu vuruqlara ayırma ilə eləsək 8 n minus 10 və n plus 2 bərabərdir 0. Burada təbii ki biz mənfi həddi götürmürük. Həddin nömrəsi mənfi ola bilməz, müsbət. Deməli bu 10-cu həddin nömrəsi imiş ki 100'ə bərabər olub. Keçək silsilə fərqinə. Silsilə fərqi. Biz bayaq dedik ki, silsilə fərqi nə ilə işarə olunur? Bizim kiçik D hərfi ilə. Düstur olaraq isə D bərabərdir a(n) minus a(k) bölünsün n minus k düsturu ilə hesablanır. Misal üçün bizə sual verə bilər ki, məsələn, deyir ki, tutaq ki, a10 bərabərdir 16'dır. A6 bərabərdir 4 olarsa, silsilə fərqini tap. Yəni D bərabərdir sualı. D bərabərdir. İlk öncə A10 çıxılsın A6 bölünsün indekslərin fərqi 10 minus 6. A10'umuz nədir? 16. A6'mız nədir? 4. Bölünsün bunların fərqi olacaq 4. 12 bölünsün 4 bərabərdir 3. Silsilə fərqimiz oldu 3. Tutaq ki, başqa bir suala baxaq. Misal üçün deyir mənfi 2, mənfi 5, mənfi 8 və s. olarsa D-ni D bərabərdir sualı. Deməli birinci həddimiz nədir? Mənfi 2. İkinci həddimiz nədir? Yəni A2 bərabərdir mənfi 5. Bunu ikincidən birincini çıxarda bilərik. Deməli onda yaza bilərəm ki, D bərabərdir A2 minus A1 bölünsün 2 minus 1. Surətdə bu hədlərin qiymətlərini çıxırıq. Məxrəcdə isə indekslərini çıxırıq. 2-dən 1 çıxsaq 1, məxrəc 1-dir. Onsuz da gəlin yazaq yaxşı. Məxrəc 1-dir. İkinci həddimiz mənfi 5. Mənfi 5 çıx. Birinci həddimiz mənfi 2. Mənfi 2 bərabər. Mənfi 5 üstə gəl. 2 bölünsün 1. O da eləyəcək mənfi 3. Deməli bizim silsilə fərqimiz oldu mənfi 3 olacaq. Və biz sonra hədlər sayının tapılması var burada. Bunu da yazaq. Hədlər sayının tapılması.
Bunu əslində biz natural ədədlər mövzusunda, adi kəsrlər mövzusunda keçmişik. Yəni o düsturdan hesablanmış, işlətmişik çox vaxt. Məsələn, 3-ə bölünən ədədlər sayının tapılması filan və s. N bərabərdir AN minus A1 bölünsün D, yəni artım sayı üstə gəl 1. Baxın, bu düsturdan istifadə edəcəyik. Tutaq ki, burada AN son həddir, son hədd. A1 ilk həddir, ilk hədd. Sonra D artım sayıdır, artım sayı, yəni neçə vahid artır. İndi gəlin buna aid bir suala baxaq. Tutaq ki, misal üçün bizə verir ki, 4-ə bölünən 2 rəqəmli, hara getdi? 4-ə bölünən 2 rəqəmli ədədlər sayını tapın. Deməli, 4-ə bölünən ən kiçik 2 rəqəmli ədəd nədir? 12. Sonra 16, 20 və s. Ən böyük hansıdır? 96. Deməli, mən sayı tapmaq üçün n bərabərdir. Sonuncu rəqəmlə ədəddən, yəni 96-dan çıxıram birinci ədədi, yəni 12-ni. Bölürəm, neçə artır? 4-dür. 4-ə bölünürsə 4 artır da. Və üzərinə gəlirəm 1-i. O da bərabərdir 84 böl 4 üstə gəl 1, 21, 22. Deməli, 22 dənə 4-ə bölünən 2 rəqəmli ədəd var. Sonra tutaq ki, ədədi silsilədə belə bir xassə var. Əgər m üstə gəl n bərabərdir k üstə gəl t olarsa, yəni bu n-ci həddə aid edir. A m üstə gəl a n bərabərdir a k üstə gəl a t-yə bərabər olacaq. Misal üçün, bu əslində qaydadır. Belə bir qayda yazaq. Qayda. Misal üçün, tutaq ki, bizə bir misal deyir. Tutaq ki, deyir ki, A13 üstə gəl A7 bərabərdir 48 olarsa, A6 üstə gəl A14-ü tapın. Bərabərdir sualı. İndi baxın, bunların indekslərin cəminə baxın. 13 üstə gəl 7. Nəyə bərabərdir? 20-yə. Bunların indeksləri nədir? 6 üstə gəl 14. Nəyə bərabərdir? 20-yə. Deməli, indekslərin cəmi bir-birinə bərabərdirsə, bu hədlərin cəmi də bərabərdir. Yəni, A13 üstə gəl A7 bərabərdir. A6 üstə gəl A14-ə, o da bərabərdir 48-ə. Cavab 48 olacaq. Ədədi silsilədə ilk n həddin cəmi var. İlk n həddin cəmi düsturu var. Bunu mən yuxarıda yazdım. Sadəcə qısa bir məlumat verdim. İndi isə onun haqqında geniş bir məlumat verəcəm. Burada birinci düsturumuz Sn deyirlər buna. Bərabərdir. Sn bərabərdir. A1 üstə gəl 1-dir bu. An bölünsün 2 vurulsun n olacaq. Burada həmişəki kimi Sn silsilənin yəni cəmi düsturu neçə həddin cəmlisi odur. A1 birinci həddi, An sonuncu həddi, n də yəni həddin nömrəsi, belə deyək. Misal üçün A1 üstə gəlinsin A10 bərabərdir 30 olarsa ilk 10 həddin cəmini tap. İlk 10 həddin cəmini tap. Tutaq ki, biz nə dedik? A1, daha doğrusu ilk 10 həddində deyir də, yəni n 10'dur. S10 bərabərdir. A1 üstə gəl A10, yəni birinci hədd üstə gəl sonuncu hədd böl 2 vurulsun 10 olacaq da. A1 plus A10'umuz nədir? 30. Deməli 30 bölünsün 2 vurulsun 10. 30 ilə 2 ixtisar gedir 15. 15'i də 10'a vursaq 150. Deməli cavab 150 olacaq. Sonra başqa bir misala baxsaq, misal üçün deyir 3 üstə gəl 6 üstə gəl 9 və s. plus 99. Bizə deyir ki, bu cəmi tap. İlk həddimiz nədir? A1, 3. Sonuncu həddimiz nədir? An nədir? 99. İndi biz baxmalıyıq ki, neçə dənə həddi var? Həddin nömrəsi var idi. N bərabərdir sonuncudan. Çıxıram birinci 3'ü, yəni bölürəm artım sayını. Neçə artır? 3. Üstə gəl 1. Bərabərdir. Eləyəcək 96 böl 3 üstə gəl 1. Bu da 32, 33. Deməli, buradan 3-dən 99'a qədər 33 dənə hədd var. Yəni, mən 33 dənə həddin nömrəsini tapmalıyam. Yəni, S33'ü tapmalıyam. Bərabər 3 üstə gəl 99, birinci hədd üstə gəl axırıncı hədd bölünsün 2 vurulsun 33. Yəni, n-imizin nömrəsi. 2-də 102 vurulsun 33. Bundan bu ixtisar getsə eləyəcək 51. 51'i də 33'ə vursaq
Onu alt-alta toplasaq, orada 3, 8, 1683. Cavab 1683 eləyəcək. Və mən bu düsturu biraz da genişləndirsəm, həmin düsturu belə yaza bilərəm. Sn bərabərdir A1 üstəgəl AN-in yerinə yazıram ki, A1 və yuxarıdakı düsturu biraz da geniş yazsaq belə yaza bilərik. Sn bərabərdir A1 üstəgəl A-nin yerinə yazıram. A1 üstəgəl n-1 vurulsun D. Belə yaza bilərəm. Bölünsün 2 vurulsun n. Bərabərdir. A1 2A1 üstəgəl n-1 vurulsun D. Bölünsün 2 vurulsun n. Və Sn-in düsturu. Buna Sn-də yazaq. Yəni eyni şeydir də. Bunu buradan alıq. Yəni bu Sn-in n-ci həddin düsturu. Yəni burada misal üçün buna aid gəlin suallara baxağın, daha yaxşı aydın olsun bizə. Tutaq ki 7 üstəgəl 11 üstəgəl 15 plus 19. Tutaq ki deyir ilk 10 həddin cəmini tap. İlk 10 həddin cəmini tap. İlk 10 həddin deyirsə, deməli A1 bərabərdir 7, yəni birinci həddimiz. Sonra D bərabərdir 4. Neçəni artır? 4'dür. Və 10-cu hədd n bərabərdir 10 olacaq. Burada axırıncı həddi vermir də bizə. Baxın, bu sualda birinci düsturda birinci həddi axırıncı həddi verirdi və nömrəsini verirdi. Burada isə tərsinə verir. Birinci hədd silsilə fərqi nömrəni verir, bizə cəmi tapmaq istəyir. Deməli S10 bərabər 2A1, yəni 2 vurulsun 7 üstəgəl 10 minus 1, n-1 daxil vurulsun D silsilə fərqi 4 bölünsün 2 vurulsun 10 silsilənin sayı. Nömrəsi daha doğrusu. Bu da eləyəcək 14 üstə gəlinsin 9'u 4'ə vur 36 bölünsün 2 vurulsun 10. Gəlin belə eləyək 10 ilə 2 ixtisar gedər 5 bərabərdir. Bunlar da toplasam 50 vurulsun 5 bərabərdir 250. Cavab olacaq 250. Sonra başqa bir misal tipinə baxsaq, tutaq ki bizə deyir A3 üstəgəl A7 üstəgəl A17 bərabərdir 72. Olarsa S17'ni tap. S17'ni. Gəlin bunları bir-bir açaq. A3 nəyə bərabərdir? A1 üstəgəlinsin 2D'yə. Üstəgəl A7, A1 üstəgəlinsin 6D'yə. Üstəgəl A17 nəyə bərabərdir? A1 üstəgəl 16D'yə. Bərabərdir 72. A1. 3 dənə A1 üstəgəl 2, 6, 8, 16, 24'dir. Bərabərdir 72. Hər tərəfini 3'ə bölürəm. A1 üstəgəl 8'dir. Bərabərdir 24. Bunu belə tapdıq. İndi S17'ni açaq. S17 bərabərdir 2A1 üstəgəlinsin 16'dir. Bölünsün 2 vurulsun 17. Bərabərdir. Mən surətdən 2'ni mötərizə xaricinə çıxardıram. A1 üstəgəl 8'dir. Bölünsün 2 vurulsun 17. Bu ikilər ixtisar gedir. Qaldı nə? Bərabərdir. A1 üstəgəl 8'dir. Vurulsun 17. Bərabər. A1 üstəgəl 8 deyimiz nədir? 24. Yəni 24 vurulsun 17. O da eləyəcək 408. Cavab 408 oldu. Və ədədi silsilədə şagirdlər bir neçə misal tipinə, daha doğrusu bir neçə düsturumuz var ədədi silsilədə. Bunları mən sizə deyim. Sn üstəgəl m bərabərdir. Sm üstəgəl Sn bərabərdir. Daha doğrusu plus m vurulsun n vurulsun d olacaq. Burada əgər Sn bərabərdir m olarsa, Sm də bərabərdir n olarsa, onda Sn üstəgəl m bərabərdir mənfi Sn üstəgəl Sm'ə, o da bərabərdir mənfi m üstəgəlinsin n olar. İndi gəlin buna aid bir suala baxalım. Bu cür suallar düşür. Tutaq ki, misal üçün S6 bərabərdə 14 verib. S14'ü də verib 6. Görürsünüz, bir-birinin indeksi ilə qiyməti fərqlidir. Misal yazaq, misal. Olarsa S6 üstəgəl 14, yəni S20 bərabərdir mənfi 14 üstəgəl 6'ya, yəni mənfi 20'yə. Elə bu, yəni indeksin mənfi qiymətinə bərabərdir. Sonra ədədi silsilədə belə bir düstur var. Bu düsturdan işlənir. Sn bərabərdir 1 bölünsün A üstəgəlinsin 2 bölünsün A kvadratı plus 3 bölünsün A kubu və s. toplama. Bunlar toplamadır. Və n bölünsün A üstü n olarsa bərabərdir. Bu olacaq ki A bölünsün n minus 1'in kvadratı.
Belə olacaq. Qısa olaraq bunların cəmi elə bir ki, surətdəki ədədlə məxrəcdəki A-nın qüvvəti 1-dir. Baxın, ədədlə A-nın qüvvəti, ədəd A-nın qüvvəti hamısı 1 olarsa. Tutaq ki, buna aid bir misala baxsaq biz. Məsəl üçün S bərabərdir verib bizə 6-da 1, üstə gəl 36-da 1, üstə gəl 2, daha doğrusu 36-da 2, üstə gəl 216-da 3 və s. n bölünsün 6 üstü n. Olarsa deyir, S-i tap. S-i tap. Cəmi tap deyək. Cəmi tap deyir. Onda mən yaza bilərəm ki, S bərabərdir 6 bölünsün. N'imiz nədir? 6. 6 minus 1-in kvadratı. O da bərabərdir. 6 bölünsün. Bu 5 eləyib 5-in kvadratı da 25. Olacaq 25. Sonra əgərlərim başqa bir düstura baxsaq, əgər AM bərabərdir A1 üstə gəl AN bölünsün 2 olarsa, bu zaman SN bərabərdir AN vurulsun N olar. Buna misal olaraq necə deyə bilərəm? Misal üçün A9 bərabərdir 16-dır. Deyir ki, ilk olarsa deyir 17 həddin cəmini tap. Tutaq ki, A9 nəyə bərabərdir? A1 üstə gəl A17 bölünsün 2-yə bərabərdir. Yəni bu da 16-ya bərabər. Bizə verib burada 16. Yəni o demək ki, bu indekslərin cəminin yarısı 9-a bərabərdir. Onda S17 deyir də. S17 bərabərdir 9, yəni A9 vurulsun 17 demək. A9'umuz 16'dır. 16 vur 17 bərabərdir 272. Cavab 272 olacaq. Həndəsi silsilə nədir? Həndəsi silsilədə ədədlər, hər bir ədəd özündən əvvəlki həddə görə eyni dəfə artar və ya eyni dəfə azalır. Ədədi silsilədə qədər artmaq, qədər azalma idi. Həndəsi silsilədə dəfə artma idi. Misal üçün 1, 3, 9, 27 və s. Görürsünüz, 3 dəfə artır da hər biri. Azalmada da tutaq ki 24, 12, 6, 3, 2-də 3 və s. Görürsünüz, bu 2 dəfə azalır. Və burada BN eninci həddir, BN eninci hədd, Q isə silsilə fərqidir. Silsilə fərqi. Baxın, BN. Bunu əslində silib qırmızı ilə yazsaq daha yaxşı olar. BN və Q. Burada silsilə fərqidir. Gəlin eninci həddin düsturlarına baxaq. Olacaq. Ədədi silsilədə kimi 4-dən olacaq. 1, 2, 3 və 4 qoyaq və başlayaq yazmağa. Birinci həddimizdə, daha doğrusu birinci düsturumuzda BN bərabərdir. B1 vurulsun Q üstü N minus 1. Burada isə Q'nun qüvvəti ilə B'nin əmsalının cəmi buradakı həddi verəcək. Misal üçün, buna misal yazsaq. B7 bərabərdir. B1 vurulsun Q üstü 6. İkinci düsturumuza keçsək. BN bərabərdir. BK vurulsun Q üstü N minus K olacaq. Tutaq ki, B10 bərabərdir. B8 vurulsun Q'nun kvadratı. Sonra BN'in kvadratı bərabərdir. BN minus K vurulsun BN plus K. Tutaq ki, B5 5'in kvadratı bərabərdir. B4 vurulsun B6. Sonra yaza bilər ki, B3 vurulsun B7. Başqa 5'dən nə məsafədə? B1 vurulsun B9. Yəni, hər bir indeks 5'dən eyni məsafədə. 4 də 5'dən bir məsafədədir 6-da. 3 5'dən 2 məsafədədir 7-də. Və s. bu şəkildə. Və ən son düsturumuz BN bərabərdir. BN minus 1 vurulsun Q. Misal üçün, B13 bərabərdir. B12 vurulsun Q. Q. Bunlara misal dedik. Tutaq ki, indi gəlin bir neçə misal tipinə baxaq. Misal üçün, bizə verir ki, B3 bərabərdir 4 və Q bərabərdir 3 olarsa, B5'i tap, 5-ci həddi tap, B5. İndi buna yaza bilərəm ki, B5 bərabərdir. Nə dedik? B3 vurulsun Q'nun kvadratı. Çünki buradakı ədədin cəmi bunu verməlidir. B3'ü verib bizə 4, Q'nu da verib 3. Yəni 3'ün kvadratı bərabərdir. 4 vurulsun 9 bərabərdir 36. Sonra başqa bir düsturla və B1 nə versə? B1 bərabərdir 3.
Q bərabərdir 7 olarsa, tutaq ki, B4'ü tap deyir bizə. B4 bərabərdir sual yazaq. Onda B4 bərabərdir. B1 vurulsun. İndi Q'nun kubu olacaq. Kubu. Bərabərdir. 3 vurulsun 7'nin kubu. O da bərabərdir. 7'nin kubu 343. 3 vurulsun 343. Bərabərdir 1029. Baxın, bu da başqa bir sual nümunəmiz oldu. Və bir daha bir neçə nümunəyə baxaq, əslində daha aydın olsun. Tutaq ki, bizə B4'ü verib 13 və B7'ni verib bizə 39. Tutaq ki, onda deyir B10'u tapın. Əgər B10 bərabərdir suala yazaq. Biz bilir ki, orta hədd, yəni B7'nin kvadratı bərabər nəyə? B4 vurulsun B10'a. Çünki 7 4'dən də 3 vahid məsafədədir. Ondan da 3 vahid məsafədədir. Onda yazılıb B7'miz nədir? 39. Yəni 39'un kvadratı. 39 vur 39 kimi yazıram. B4'ümüz nədir? 13. 13 vurulsun, vurdu bura B10. İndi bunu ixtisar getsək, bununla bu ixtisar getsə 3 qalacaq. Yəni B10 bərabərdir 39 vurulsun 3 deməkdir. Bu da olacaq 117. Cavab 117. Sonra başqa bir misala baxsaq, burada başqa bir misal desək, biz necə tutaq ki, B7 bərabərdir kök altında 3 olarsa, bizə deyir ki, olarsa B5 vurulsun B6 vur B7 vur B8 vur B9 hasilini tap. Hasilini tapın. Biz bilirik ki, bax B7'nin kvadratı nəyə bərabərdir? B6 vurulsun B8'e. Sonra B7'nin kvadratı həm də nəyə bərabərdir? B5 vurulsun B9'a. Baxın, indi mən bir şey göstərəcəm. Bu iki hasilin yerinə bir dənə B7 kvadratı yazacağım. Və bu iki hasilin yerinə də bir dənə B7'nin kvadratını yazacağım. Və bu B7'nin özü də öz yerində durur. Deməli, bura yazıram B7'nin kvadratı vur və bu ikisinin yerine B6 ilə B8'in hasilini yerine. B7'nin kvadratı vur və burada ortadaki B7 bərabərdir. Onda nə eləyəcək? B7 üstü 5 eləyəcək. O da bərabərdir. B7'miz bizə nə verib? Kök altına 3. Kök altda 3'ün üstü 5. Yəni kök altda 3'ü 5-ci dərəcədən qüvvətə yüksəltəcəm. Bu deməkdir ki, kök altda 3 üstü 4 vurulsun kök altında 3. Bu deməkdir. Bərabərdir. Kök altda 3'ün 4-cü dərəcədən qüvvəti kök altda 81 eləyir. Ondan kök 9. 9 kök altında 3. Cavab 9 kök altında 3 eləyəcək. Bu da bir digər misal nümunəmiz. Sonra ədədi silsilədə olduğu kimi, həndəsi silsilədə də n-ci həddə belə bir düstur var. Əgər m üstəgəl n bərabərdir k üstəgəl t olarsa, o zaman bm vurulsun bn bərabərdir bk vurulsun bt olar. Misal üçün deyirəm ki, 5 üstəgəl 3 bərabərdir 1 üstəgəl 7-yə. Deməli, B5 vurulsun B3 bərabərdir B1 vurulsun B7 olacaq. Tutaq ki, deyirəm ki, misal üçün, məsələn, B8 vurulsun B14 bərabərdir 125'dir deyirəm. Və deyirəm ki, B18 vurulsun B4'ü tap. B4 tap. Deməli, baxın, indekslərin cəmi 8 plus 14 nəyə bərabər? 22'yə. Bəs 18 plus 4 nəyə bərabər? Bu da 22. Deməli, bu hasillər bərabərdirsə, onda B18 də B4'ün hasili də 125'ə bərabər olacaq. Bu da digər bir misalımız buna aid. Sonra ədədi, daha doğrusu, həndəsi silsilədə isə silsilə vurğunun tapılması var. Bunu da yazaq. Silsilə vurğu Q hərfi ilə işarə olunur. Q üstü n minus k bərabərdir. Bn bölünsün bk olacaq. Burada təbii ki, Q sıfırdan fərqli olacaq. Başqa bunu belə yazmaq olar. Yəni Q bərabərdir. N minus k-cı dərəcədən Bn bölünsün bk olacaq. Burada bu nə zaman belə olacaq? N minus k tək olarsa bu düstur işlənir. Əgər n minus k cüt olarsa, onda baxın, Q bərabərdir plus minus. Əgər n minus k cüt olarsa, onda yaza bilərik ki, Q bərabərdir plus minus
Kök altında n minus k-cı dərəcədən b n bölünsün b k olacaq. Tutaq ki, bunlara aid indi misallara baxaq. Tam şəkildə hər şey sizə aydın olsun. Misal üçün b5 bərabərdir 7 verib, b8 də bərabərdir 56 verib. Bizdən q-ni istəyir. Q bərabərdir. İndeksləri çıxırıq. 8 minus 5. Böyle kök altında böyük həddir. Yəni B8-i bölürəm B5-ə. Bunlar bir kök altında olur. Bərabərdir. 3-cü dərəcədən 8-dən 5 çıxdıq 3. B8-imiz 56. B5-imiz də 7. Bərabərdir. Kök altında 3-cü dərəcədən 8. O da bərabərdir. Müsbət 2. Cavab müsbət 2. Sonra bu bir misal nümunəsi. Bunu işarə elədik. Belə və digər misal nümunəsini də işarə edək. Baxaq. Tutaq ki, bizə deyir ki, B4 bərabərdir 18, B6 bərabərdir 72 olarsa, sislə vurğunu tap. Yəni, Q bərabərdir sualı. Ona yazıram Q bərabərdir. Kök altında 6 minus 4-cü dərəcədən B6 bölünsün B4 bərabərdir. Baxın, cüt dərəcədəndir. Kök altında onda 72 bölünsün 18. Deməli, plus minus qoyacağım bunun qabanı. Bərabərdir. Plus minus kök altında 4. Bundan da kök çıxacaq plus minus 2. Yəni, bundan həm mənfi 2 çıxacaq, həm müsbət 2 çıxacaq. Deməli, tutaq ki, indi sislə fərqində nələr var burada? Sislə fərqində. Bir neçə hal var. Q-nün birdən böyük halı, Q-nün birdən kiçik halı və s. Deməli, birinci halda 1, 2, 3 yazaq. 3, 4, 5, 6 halında yazaq. 6. Bəli. Tutaq ki, Q böyükdür 1 və B böyükdür 0 olarsa. Q böyükdür 1-dən, B kiçikdir 0 olarsa. Sonra Q 0-dan 1 aralığında, 0-dan 1 aralığındadır və B də 0-dan B1 əslində. Burada hamısı B1 olmalıdır. B1 0-dan böyükdür. Və Q 0-dan 1 aralığındadır və B1 də 0-dan kiçik olarsa. Bunların hamısının halını yazacağım. Q 0-dan kiçik olarsa və Q bərabərdir 1 olarsa. İndi baxın, birinci halda nə olacaq? Bu artan olacaq. Artan həndəsi silsil olacaq. Burada azalan həndəsi silsil olacaq. Çünki B1 0-dan kiçikdir, axı mənfidir. Yenə burada bu olacaq bir dəqiqə. Bu olacaq azalan. Azalan həndəsi silsil olacaq. Bu azalan deməkdir. Və burada isə artan həndəsi silsilədir. Burada isə nə artar, nə artandır, nə azalandır. Azalan sabitdir. Və burada isə stasionardır. Stasionar həndəsi silsilə olacaq. Tutaq ki, həndəsi silsilədə var ilk n həddin cəmi düsturu. İndi gəlin buna baxaq. İlk n həddin cəmi. İlk n həddin cəmi SN hərfi ilə işarə olunur. Tutaq ki, biz ədədi silsilədə də yazmışdıq. SN bərabərdir B1, üstəgəl B2, üstəgəl B3 və s. və s. BN dedik. Amma bunu düstur olaraq isə belə yazılacaq. SN bərabərdir BN vurulsun Q minus B1 bölünsün Q minus 1. Burada Q fərqlidir 1-dən. Çünki 1 ola bilməz. Məxrəc 0-a bərabər. Və bunu biraz da təkmilləşdirsək, onda SN bərabərdir B1 vurulsun Q üstü N minus 1 bölünsün Q minus 1. N həddin cəmi düsturu həndəsi silsilədə belə olacaq. Və biz buna misal göstərsək, tutaq ki, B3 bərabərdə 12-dir. B5 bərabərdə 48-dir. Misal üçün, bizə deyir ki, ilk 5 həddin cəmini tap. S5-i tap, yəni misal yazaq bura, misal. Biz ilk öncə Q-nü tapmalıyıq. Q bərabərdir. Q üstü 5 minus 3 bərabərdir əslində. B5 bölünsün B3, yəni B5-imiz 48 bölünsün 12, o da bərabərdir 4. Yəni Q kvadratı bərabərdir 4-ə, Q də bərabərdir 2 olacaq. İndi bizdən nəyi soruşur? Həndəsiz. İndi B1-i tapmalıyıq. B1-i də ya burada yerinə qoyub yaza bilərik. B3 bərabərdir. B1 vurulsun Q-nün kvadratı. B3-imiz 12 bərabərdir. B1 vurulsun Q-miz nədir? 2. 2-nin kvadratı nədir? 4. Onda B1-imiz də 3-dür. İndi hər şeyi tapdıq. B1-i də tapdıq, Q-nü də tapdıq. Onda S5 deyir də. S5 bərabərdir. B1, yəni 3 vurulsun
2 üstü 5, yəni 2 üstü 5 minus 1 bölünsün 2 minus 1 bərabərdir. 3 vurulsun 2 üstü 5'imiz olacaq 32. Ondan da 1 çıxsaq 31 və məxrəcdə də 1 eləyək. İndi 3'ü də 31'ə vursaq olacaq 93. Cavab 93 oldu. Bizim sonsuz azalan həndəsi silsilənin cəmi düsturu S bərabərdir. B1 bölünsün 1 minus Q olacaq. Burada modul Q hər zaman 1'dən kiçik olacaq. Yəni mənfi olacaq ya da kəsr ədəd olacaq. Misal üçün buna aid suallara baxsaq, tutaq ki, misal üçün bizə deyir ki, 5 üstəgəl 2-də 1 plus 4'də 1 plus 8'də 1 2 dəfə azalır, 2'də 1 dəfə azalır. Olarsa bu cəmi tap. Cəmi tapın. Deməli bu 5'i qoyuram qırağa. Çünki buradan bu tərəf görürük. Azala gedir. Bu 8'də 1'dir. Deməli Q bərabərdir ikinci həddin, yəni 4'də 1'in bölürük birinci həddi, yəni 2'də 1'ə. O da bərabərdir 4'də 1 vurulsun 2. Bu da ixtisar gedəcək 2'də 1 qalacaq. Q'miz oldu 2'də 1. B1'miz də 2'də 1'də birinci hədd axı 2'də 1. İndi gəlin bu cəmi tapaq. S bərabərdir B1 bölünsün 1 minus Q. Yəni B1'miz 2'də 1'dir. Q'miz də 2'də 1. 1 minus 2'də 1. 2'də 1 2'də 1'ə bölsək bu eləyəcək 1. Axı əvvəldə 5'də var idi. Bax bura ümumi, bax buradan sağ tərəfin cəmi 1'dir. Əvvəldə də 5 var. Deməli cəm, yəni 5 üstəgəl 1 bərabərdir 6 olacaq. Sonra başqa misal tipinə baxaq. Tutaq ki 54 üstəgəl 18 üstəgəl 6 və s. belə deyir cəmini tapın. Sonsuz azalır. Deməli yenə Q bərabər nəyə? İkinci həddin birinci həddi. Yəni 18'in 54'ə nisbəti bərabər ixtisar gedəcək 3'də 1 qalacaq. İndi B1'imizdə 54'dür də. B1 bərabərdir 54. S bərabərdir. B1'imiz 54. 54 bölünsün 1 minus 3'də 1 bərabərdir. 54 bölünsün 3'də 2 olacaq. O da bərabərdir. 54 vurulsun 2'də 3. Bu ixtisar gedəcək. Olacaq 27. 27'ni 3'ə vursam 81. Cavab 81 olacaq. Bu da başqa misaldır. Sonra başqa bir daha ən çox yerdə düşən misal tiplərindən birindeyim. Deyir ki, tutaq ki, tərəfləri, daha doğrusu tərəfləri deməyim, tərəfi 80 cm olan kvadratın tərəflərinin orta nöqtələrini birləşdirməklə başqa bir kvadrat alınır və bir dəqiqə. Və hər bir şəkildə, yəni bu kiçilə gedir də belə deyim. Və hər bir kvadratın tərəflərinin orta nöqtələrini birləşdirməklə kvadrat alınır. Yəni bu şəkildə deyir. Və deyir, çəkilmiş 7-ci kvadratın tərəfini tap. Yəni B7 bərabərdir suala və bütün perimetrlərin cəmini tap. Yəni S'i tapmalıyıq da. İndi burada tərəf 80-dirsə yarı bölünür. 40, 40, 40. Onda burada bərabər yanlı düzbucaqlı üçbucaq olur. Nə? 40 kök altında 2. Sonra bura bölünür. 40 kök altı 2 bölünür. 20 kök altı 2, 20 kök altı 2 və bura olacaq 20. Daha doğrusu 40 öz olacaq. İndi yəni o deməkdir ki, B1'imiz 80'dir. Sonra azalır da. B2'miz 40 kök altında 2'dir. B3'ümüz olacaq 40 və s. Bu minvalla belə gedəcək. Q'miz isə nə olacaq? Q bərabərdir. İkinci həddin, yəni 40 kök altında 2'nin 80'ə nisbəti. İxtisar gedəcək. Kök altında 2 bölü 2 qalacaq. Bunlar ixtisar gedir 1, burada 2 qalacaq. Q'mizi tapdıq, B1'mizi tapdıq. İndi 7-ci həddi tapaq. 7-ci kvadratın tərəfini. B7 bərabərdir. B3 vurulsun Q'nun kvadratı yaza bilərik. Yox, Q'nun kvadratı yox. Q üstü 4 yaza bilərik də biz bunu. B3'ümüz 40'dır. Əslində bunu B1 vurulsun Q üstü 6 da yaza bilərdik. Fərqi yoxdur. Q'miz də kök altında 2 bölü 2'nin üstü 4 bərabərdir. 40 vurulsun. Kök altında 2 üstü 4 eləyəcək. Kök altında 16, ondan kök 4 çıxır. 2'nin üstü 4'də 16 eləyəcək. Bundan bu ixtisar gedir 4'də 1 və 40'la da 4 ixtisar gedir 10 qalır. Deməli bərabərdir 10. 7-ci kvadratın tərəfi oldu 10. İndi SN bütün perimetrlərin cəmini tapaq da. Bir dəqiqə. Bütün kvadratların perimetrlərin cəmini tapın deyir. Hə. Perimetrlərin cəmini tapın deyir. Hə. Onda biz yaza bilər ki, birinci kvadratın belə deyim də, perimetri nə olacaq? P1 bərabərdir 4 vurulsun 80. P2 bərabərdir 4 vurulsun 40 kök altında 2 və s. bu şəkildə gedəcək. Orada 4'lər ixtisar gedəcək. Əslində orada qalacaq 80 bölünsün 1 minus kök altında 2 bölünsün 2. O da bərabərdir 80 bölünsün belə olacaq. 2 minus kök altında 2. Bu da yuxarı qalxır. 2 yuxarı qalxır olacaq. 160 bölünsün 2 minus kök altında 2. Və biz bunu irrasionaldan azad etsək,
2 minus kök altda 2 vur 2 plus kök altda 2 olacaq. Və surətdə də 160 vurulsun 2 plus kök altında 2 bərabərdir. Bərabərdir. Məxrəc olacaq 4-dən 2 çıxanda 2 qalacaq və 160 2 plus kök altında 2. Bunlar da ixtisar gedir 80. Yəni 80 vurulsun 2 üstə gəl kök altda 2. Ya da bunu açsaq 160 üstə gəl 80 kök altında 2 qalacaq. Belə. Sonra sonsuz azalan həndəsi silsilədə bu qaydadır. Qeyd kimi yazaq bunu. Qeyd. Qeyd. Sonsuz azalan həndəsi silsilədə əgər Q 2-də 1-ə bərabər olarsa, yəni Q bərabərdir 2-də 1 olarsa, onda ondan sonraki hədlərin cəmi də həmin Q-yə bərabər olar. Tutaq ki, buna misal olaraq, məsəl üçün deyir ki, 3-də 1, üstə gəl 6-da 1, üstə gəl 12-də 1 və s. və s. cəmini tap. Q görürsünüz 2-də 1-ə bərabər. Q bərabərdir 2-də 1. Deməli, burada S bərabərdir. İlk həddimiz nədir? 3-də 1. Deməli, bu hədlərin cəmi, yəni bütün hədlərin cəmi 3-də 1-ə bərabərdir. 3-də 1 üstə gəl 3-də 1, 3-də 2. Yəni bütün hədlərin cəmi oldu 3-də 2. Sonra cüt sayda olan həndəs silsilənin ümumi həddi düsturu, cüt sayda olan həndəs silsilənin belə olacaq. S cüt bərabərdir. Q vurulsun S tək. İndi buna aid misal da deyəcəm. Sonra ümumi S isə S cüt üstə gəl S tək olacaq. Yəni tək yerdə duranların cəmi ilə cüt yerdə duranların cəminə bərabər olacaq. Tutaq ki, bizə deyir ki, S tək bərabərdir 30-dur. Q bərabərdir 4-dür. Onda S cüt bərabərdir 30 vurulsun 4. Yəni 120-yə bərabərdir. Onda S ümumi nəyə bərabərdir? Təklə, yəni 30 üstə gəl cütün cəminə. Yəni 120-yə bərabərdir 150 olacaq. Sonra həm həndəsi silsilədə, həm ədəd silsilədə bayaq biz düstur demişdik. N-ci həddin cəminin düsturu SN AN bərabərdir SN N-1 ilə tapılır. Bu həm həndəsi silsiləyə aiddir, həm ədədi silsiləyə aiddir. Həndəsi silsilədə ilk N həddin hasilinin tapılması. Hasilinin düsturu. Bu olacaq PN bərabərdir. Kök altında B1 vurulsun BN üstü N olacaq. Misal üçün, tutaq ki, əgər burada PN orta hədd olarsa, onda, yaxşı, buna aid misal yazaq, buna aid bir misal yazaq, sonra deyəcəm. Tutaq ki, bizə deyir ki, P15 bərabərdir, onda olacaq kök altında B1 vurulsun B15 üstü 15, belə olacaq. Misal üçün, buna aid necə bir misal göstərə bilərik? Tutaq ki, bizə deyir ki, B2 bərabərdir 6-dır. Q bərabərdir 3 olarsa, ilk 5 həddin hasilini tap. Deməli, onda necə yaza bilərik? Q-nü verib 5 həddin hasilini tap deyir bizə. B1-imizi tapmalıyıq. Onda B2 bərabərdir. B1 vurulsun Q. 6 bərabərdir. B1 vurulsun Q-miz nədir? 3. Onda B1-imiz oldu 2. B1-i tapdıq. Q-miz var. İndi B5-i tapmalıyıq. B5 bərabərdir. B1 vurulsun Q üstü 4 bərabərdir. B1-imiz 2-dir. Q-miz də 3. 3 üstü 4 olacaq. O da bərabərdir. 2 vurulsun 3 üstü 4 81. 81 o da bərabər. Əslində bunu belə saxlaya da bilərdik. 162 olacaq. İndi B5-i də tapdıq. Gəlin P5. 5 həddin hasilini tap. P5 bərabərdir. Kök altında B1, yəni 2 vurulsun B5. Yəni bunu belə yazaq elə. 2 vurulsun B5-imizi elə bu şəkildə yazıram. 3 üstü 4 üstü 5. Baxın bu şəkildə yazıram. O da kök altında 2 üstü 2 daxı. Olacaq 2 üstü, bax belə olacaq. 2 üstü 2 üstü 5. Yəni bu 5 həm bu qüvvətə gələcək, həm 3-ün üstünə. 3 üstü 4 üstü 5. Baxın belə olacaq. Bərabərdir. Kök altında 2 üstü 10 vurulsun 3 üstü 20. Və bunların da hər biri yarı bölünür. Olur 2 üstü 5 vurulsun 3 üstü 10. Cavab bu şəkildə. İlk 5 həddin hasili belə olacaq. Biraz uzun oldu, amma buna aid suallar mütləq ki düşür. Əgər burada PN orta hədd olarsa, PN orta hədd olarsa, onda düsturumuz PN bərabərdir.
BM vurulsun N olar. Bu düsturdan istifadə edəcəyik. Bu qədər dəyərli şagirdlər, bütün həndəsi sizlə, ədədi sizlə, ardıcılıqlar mövzusunu mən sizə geniş şəkildə izah etməyə çalışdım. Görüşərik.